Bu yol bərbad vəziyyətdədir. Sakinlər çətinlik çəkir. Görüntülər Kür-Qırağı adlandırılan Sabirabad-Şirvan yolundandır. Sözü gedən yol Kürçay sahilində yerləşən kəndlərin sakinlərinin istifadə etdikləri əsas yoldur. Yolun vəziyyəti göz qabağında olan şeydir. Bir dəfə girirsən, girdiyə də peşman olursun. Məsələn, gələrsən, nəsə alarsan, gedərsən, bu yolun ucbatından gəlmirsən, getmirsən. Keçsin də malı qalıb əlində hamısı, əziyyət çəkir. Hər gün ziyandır da cəmaatı, narahat eləyir. Ondan sonra hamısı yağma, bəli, yığmaq olmur pedagogun zadın. Sürücülər deyirlər ki, yolun bərbad vəziyyətdə olması onları xərcə salır. Yol burada nərə, çox bərbad haldadır. Biraz yeri çəkiblər, orada yaxşıdır. Buradan Sabirabad atacam, bu gündədir bu yol. Dərə təpə belə maşın dağılıb əldən düşür. Yollarımız bərbad gündədir. İndi gözünüzlə gördünüz ki, maşın sındı, gözünüzün qabağında dangıllaya getdi, bahalı maşın. Hamımız o gündür. Rayona gedib çıxa bilmirik. Taksilər gətirir, o təzə yolun başında düşürdür. Deyir, bu yol xarabdır, girməyirlər, getmək olmayır, gəlmək olmayır. Sakinlər bildirirlər ki, sözü gedən magistral yol vasitəsi ilə 20-dən çox kəndin rayon mərkəzi ilə əlaqəsi təmin edilir. Bax, yollarımız bu vəziyyətdədir. Göstərin, xahiş edirəm. O göstər. Hələ bu yaxşı yerdir. Bu nədir ki? Buradan Sabirabada gedincən 15-16 kənd var bu yolun üstündə. Niyə düzəlməz? Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan Xəzər xəbərə bildirildi ki, sözü gedən yolun